Ya Allah, Bismillah, herkesin sabahı xeyir olsun. Əziz böyük ailəmiz, bu günlərim sizlərin hər birinizi Qurbanlıq bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Rəbbim hər birinizin qurbanlarınızı qəbul eyləsin. Uca Allah Azərbaycan xalqını həmişə var eləsin. Bugün hər il olduğu kimi İsmail Qurbanı münasibətilə böyük ailəmizin xeyriyyəçi insanlar tərəfdən həm iri boynuzlu, həm xırda boynuzlu qurban niyyəti ilə mal-qara kəsilir. Gördüyünüz kimi birinci partiya 13 baş heyvandan ibarət heyvanlarımız gəldi. Bu heyvanlar birinci partiyadır və inşallah birazdan isə ikinci partiya heyvanlar kəsiləcək. Yəni təxminən 3 gün ərzində 40 baş heyvan kəsilməlidir. Bunun hər birini inşallah videolarımızı izlədikcə görəcəksiniz kimlər tərəfdən kəsilir. Və nəzərinizə çatdırım ki, əlavə olaraq, yəni ümumilikdə 40 baş heyvan almışıq, ümumilikdə. Əlavə ehtiyat heyvanlar almışıq ki, deməli, kimsə qurban kəsdirmək istəyirsə, bir də ondan ötəri bazara getməyək. Buyurun, kimin qurbanı, kimin niyyəti varsa, əlaqə saxlayın. Sizin də adınızdan bax, bu sağlam gördüyünüz hər bir heyvan seçmə heyvanlardır. Əzizlərim, hamısı seçmə, tam sağlam. Hər birinin yaşı 1 yaş, 8 aylıq. Yəni, ən balaca heyvanın 8 aylıqdır. Tanıdığımız Beyləqan rayonundan tanıdığımız bir kəsdən almışıq. Alan qardaşımız bax Kərim qardaşdır. Bizim ümumiyyətcə bax bizim bu qurban işimizə baxır qardaşımız. İri boynuzlu heyvana da pay olmaq üçün hələ yer var. Sabahda bürsüyündə. Yəni ayın 8-nə qədər qurbanlıq günü sayılır. İri boynuzlu heyvana da pay olmaq istəyənlər buyurun əlaqə saxlayın. Qurban heyvanları ilə də bərabər ərzaq yardımlarımız da olacaqdır. Çox gözəl, möhtəşəm çəkilişlərimiz olacaqdır. Qaçırmayın. Uca Allah hər birinizdən razı olsun. Uca Rəbbim sizləri həmişə var eyləsin. Bu da görürsünüz əzizlərim, Eşə Mustafayevin pinikarlı işinin nəticəsidir. Bax, heyvanlar gəlir, rahat şəkildə yığılır bura. Birazdan bir neçə dəqiqədən sonra Əfəndim Arifin iştirakı ilə Əfəndim Arif, Emin qardaşımız, əzizlərim, halallıq verin, böyük ailəmiz. Oldu Kərim, bazara gelsiniz də. O növbəti heyvanlarda. Zəhvranda qadanam, özün Kərim, seçmə heyvanlar, bir dənə yarası olmasın, başına dönərəm. Diqqətlə 10 dəfə baxdır heyvana. Bir dənə nöqtə belə olmasın. Bax, belə seçmə heyvanlarımızı götür gəl. Bildində cəmisi 40 baş olacaq. Neçəsini gətirmirsən? 13-dür, hə, yerdə qalan 27 başında qadanam. Mən Zəhvranda gətir. Buranı seyrələnə gətir. Oldu dədə. Gətir qapınıza, narahat olmadan, yəni sözdür. Yəni heyvan mənimdir. Bugün kəsilməyəcək, sabah kəsilməyəcək, pulunu verəcəm, səndə qalacaq. Tək mənim əlimdə heyvan olsun. Mən kimsə deyəndə qaçmayım bazara. Oldu qadanam. Nəsə lazımdır? Zəhvrarsan problem deyil. Telefonda həll eləyərik. Hə, oldu qadanalım. Hə, halallıq verin, Eminlə Arif əfəndini də köməyə çağırmışam, əzizlər, bir illərim qurban kəsdirənlərimiz çoxdur. Yəni, bilirsiniz, Ruslan marketdə işləyir, tək çatdıra bilmərəm. Yəni, deməyin ki, Erşən Arifi, Emini niyə gətirir, özünə kömək eləyir. Yəni, kömək eləyəcəklər evlərinə də yaxşı bir həftəlik, 10 günlük ətlərini aparacaqlar. Allah kömək olsun, kəsdirənin də, bu işdə kəsdirənlərin də. Kimin əli var, Allah hər birinə kömək olsun, Allah hər birinin balasını qorusun, Allah qurbanlarını da qəbul eləsin. Allah həmişə gözəl xeyir işlərə qismət olsun pulları. Ürəklərinə qurban. Allah hər birinizə can sağlığı versin, böyük ailəm. Allah sizlərə razı olsun, Allah sizlərə kömək olsun, Allah həmişə qazancınızı bol eləsin, urzanızı bol eləsin. Siz məni gözəl günə çıxartdınız, Allah balalarınızı gözəl günə çıxartsın. Amin Allah. Bu qurbanlıq bayramı sizə kömək olsun. Allah hər birinizdən razı olsun, ürəyinizə qurban. Amin, amin Allah. Hə, əzizlərim, heyvanlarımıza diqqətlə baxın.
hamısı bax erkək buynuzu çıxmış gözəl toğlulardır. Yəni bunun içində quzu yoxdur. Əzizlər, hərdən qurban kəsdirənlər elə insan var ki, bəlkə də onu bilmir. Məsəl üçün deyir 10 kiloluq, 12 kiloluq bir dənə heyvan, vallahi o qurban qəbul olunmur. Ona görə də yəni biz elə heyvan kəsmir. Bax, buradakı heyvanların hamısının buynuzu çıxmış heyvanlardır. Yəni minimum 7 aylıq heyvanlardır. Çünki onun məsuliyyəti var. Siz bilməyə bilərsiniz. Biz ki bilirik bunu, bilərəkdən günaha bata bilmərik. Ona görə də bax gözəl heyvanlardır. Yəni standart heyvanlardır. Bax gördüyünüz heyvanların hər biri içərisində 25 kiloqramdan minimum 20 kiloqrama qədərdir. Yəni təmiz əti. Çünki pullar da standart gəlmir. Yəni hər kəsin öz göndərdiyi puluna uyğun heyvanlardır. Bu setkanı burada eləməkdə Arif çox böyük iş gördü. Arifin ümumiyyətcə əzizlərim, halal olsun. Arifin mənə çox böyük köməyə dəydi. Bax, bu setkanı buradan sökmək istəyirdik. Da ağac yekəlifdir, amma Arif qoymadı. Arif qoymadı ki, dəymə, bax, bu setkanı sana heç vaxt ziyan olmayacaq. İndi baxıram ki, xeyri var. Həm ağac mühafizə olunur, həm də görsünüz, bax, bu günlərim qurbanımızı yığırıq, heyvanlarımız yığılır. Küçəmizin də görsünüz də genişliyini, əzizlərim. Bax, sərbəst, gözəl bir küçə. Hə, Güllü anam da gəldi, sabah xeyir olsun. Güllü anamızın sabahı xeyir olsun, bayramın mübarək olsun. Hər bir izləyicilərin qurban bayramlarını təbrik edirik Güllü nənələri. Neçə belə illərə çıxsınlar. Allah kəsdikləri qurbanları qəbul eləsin. O gözə görünməz Allah başlarından hər birimizdə onun içində xoş günlər yağsın. Həmişə pulları belə xoş günlərə xərclənilsin. Əzizlərim, Allah yolunda, həmişə Allah yolunda balalarının, özlərinin gözəl günlərinə xərclənilsin pulları. Allah niyyətə kəsirlər. Alıb hər biri onu əziyyət çəkir. Zəhmətdən bax, küçəsi var, küsü var. Belə köməklik eləyirlər. Allah kömək əlinizi həmişə var eləsin. Allah bir əmin əvəzin versin. Təşəkkür edirəm. Deməli, əzizlərim, bax, səhər hələ saat 7 yoxdur. Çünki biz saat 5-dən durmuşuq. Yəni biz heyvanlarımızı günün birinci yarısına qədər, yəni günorta saat 1-ə qədər hamısını kəsib, nə qədər ki siyahımızda adlar var, hamısını kəsib hazır yığacaq soyuducuya. Amma bunun paylanması günün ikinci yarısına təsadüf edəcək. Çünki bu kəsilən heyvanlarımızı qapı-qapı verməyəcəyik. Çünki dünən də bilirsiniz 20 ailəyə Hacı Qabıllı Kamil qardaş tərəfdən ət verildi. Yəni bu kəsilən heyvanlar düzdür, ailələrə də qapı-qapıda veriləcək. Çünki ətimiz çoxdur. Bu 3 gün ərzində təxminən ümumi götürsək 1 tondan artıq ətimiz olacaq. Bu da 2 kiloqramdan hesablasaq 500 ev eləyir. Yəni bunun hamısını qapı-qapı vermək mümkün deyil. Həm hava istidir, ətimiz xarab olar. Həm də o qədər ailəni, yəni bu 2 gün ərzində tapmaq qeyri-mümkündür. Yəni ən optimal variant hər zaman olduğu kimi az təminatlı ailələr ki var, təsərrüfat işi ilə məşğul olur. Təsərrüfat işinə gedirlər, o ailələrdir. Sarılacaq, yəni səliqəli formada. Kimisinə ərzaqla, kimisinə ərzaqsız. Yer gəlmişkən deyim, bax bu günlərim, əgər kimsə istəyərsə, adam başına 1000 rubl, məsəl üçün. Bir ailəyə bir ərzaq paketi, yəni qurban ətinin üstündə. Məsələn, 10.000 rubl kimsə göndərərsə, 10 dənə ailəyə hərəsinə 20 manatlıq ərzaq paketi verə bilərik. Fərqi yoxdur, 10.000 olmur. Məsələn, 100 manat göndərə bilər hər ailəyə, məsəl üçün. Ya 10 ailəyə 10 manatlıq və yaxud 5 ailəyə hər birinə 20 manatlıq. Yəni siyahı ilə orada hər zaman olduğu kimi səliqəli formada veriləcək. Yəni istəsəniz bunu da eləyə bilərik. Kulqan şəhərindən Masallı Vüqar qardaşımız deməli 25-25 50 kiloqram düyünün pulunu göndərib. Yəni hər ailəyə 25 kiloqram düyü, üstündə bax qurban kəsib kimin qurban payı olacaq, onu kəsəndə biləcəyik. 25 kiloqram düyüdür. 50 kiloqram düyüdür, yəni 2 kiloqramdan hesablanıb
vurulub paketlərə. Üzərində 2 çörək. Məsəl üçün bunu Xulqan şəhərindən Masallı Vüqar qardaş edib. Misal üçün Qubalı qardaşımız həmi qurban kəsdirir, həmi üzərində 10 dənə ailəyə hərəsinə 20 manatlıq ərzaq paketi. Sankt-Peterburq şəhərindən Natiq qardaşımız həmi qurban kəsdirir, bir qurbanı 7 yerə bölünməsini istəyir. Əlavə olaraq hər bir qurban tikəsinin üstündə 20 manatlıq, yəni 1000 rubullu ərzaq paketi. Yəni çörəkdir. Çörək ola bilsin ki, çox olar. Çörək deyən çoxdur. Çörəyə deyə bilmərəm. Çünki çörəyə pul göndərən çox olacaq. Amma ərzaq istəsəniz, ürəyinizdən nə keçsənizə, yəni biz bunu da eləyə bilərik. Qurban günü işimiz nə qədər çox olsa da ona baxmayaraq bu işi də görə bilərik. Yəni bunu təmənnasız edirik. Sadəcə olaraq istəyirik ki, sizin də bu İsmail Qurbanı günü hər hansısa bir ehsanatınız, yardımınız varsa onu da bax bu 2 gün ərzində, bu əziz gündə həyata keçirdək. Sağ olun, var olun əzizlərim. Videolarımız bugün çox olacaq. Bol-bol videolarımız olacaq. Bizi qaçırmayın. Əfəndim Arif'ində şükürlər olsun Allaha ki, Əfəndim Arif öz evindən birbaşa gəlir Elşən qardaşının çağırışına. Yenə deyirəm, böyük ailə halallıq verin. Əfəndim Arif'ə, Emin qardaşa sizlər əziyyət çəkmisiniz evinin tikilməyinə. Mən də başa düşün ki, yəni tək bunu eləyə bilməyəcəm. Ona görə bu qardaşları çağırmışam. Puldan pullarımı verəcəm. Ətdən ətlərimi verəcəm. Təkəm. Yəni hər adama da etibar eləmirəm. Kəndimizdə də çox uşaq var, amma istəyirəm qoy halal həm də ehtiyacı olan deməli insanlara gedib çatsın əti. Və Gəbər Əfəndim Arif, elə yer gəlmişəm Fərqanə bacıma da buradan bir dərin təşəkkürümü çatdırmaq borcum var. Çünki o bizim ürəkli, mərhəmətli Fərqanə bacımızdır. Canım bacı, ay Fərqanə bacım. Gecə saat 12-də Əfəndim Arif aşbaqacı olur. Gecə saat 12-də canım, gözüm, ürəyim Fərqanə bacım 3 paketdən ibarət hədiyyə göndəribdir. Bunu kimə göndəribdir? Təbii ki, Emin qardaşa. Düzdür, bunun içərisində bizə də pay var. İndi bunu Emin qardaşın evində açanda inşallah biləcək. Əfəndim, bunları yığ ora, çünki maşınımız birazdan zanit olacaqdır. Evin altına yığ, əfəndim, sərin yerə. Bax, belə bir böyük ailəmiz var da, əzizlərim. Belə bir Elşən Mustafayevin belə bir komandası var. Yoxdur da, ayrı Azərbaycanda mən deyəndə Vəfa qardaşım inanmır. Deyir, yox, Elşən, yalan danışsan. Mən deyəndə ki, Azərbaycanda bir dənə bizdədir belə bir layihə. Vəfa qardaş inanmır. Amma bax, Vəfa qardaş, bu da bir sübutdur. Gör, tək ev tikmirik. Ev tikilənlərə indi gör, ərzaqdan tutmuş, digər yardımlara qədər gəlir. Budur, əzizlərim, budur bizim gördüyümüz işlər. Bax, bağçamızda, yəni səhər-səhər təmizlik işi görülür. Nəysə, çox uzatmayaq, əziz dostlar, vaxtdan gedir bunun hamısı. Qar yağdı kişi, dərhal zəhvora yuxudan dursun, gəlsin. Salamat qalın, bizi izləməyə davam edin. Dediyim kimi, fərdi qurban və ümumi qurbana pay olmaq üçün buyurun. 40 baş əldə heyvanımız var. Narahat olmayın. Tabi bazara getməyəcəyik. Bunun hamısını bərbaşdan almışıq, 40 baş heyvan. Nağdı burada, deməli 13 dənəsi buradadır. Yerdə qalanda gedir Kərim öz qapısına. Yəni lazım olan kimi zəh vuracaq, onun gətirəcək. Kim istəsə, bax bu gündə, sabahda birisi gündə, yəni 3 gün İsmail qurbanıdır. Yəni fərqi yoxdur. Bugün kəsdirə bilmirsiniz sabah. Sabah kəsdirə bilmirsiniz birisi gün. İri boynuzlu heyvan da, yəni ümumi şəkildə, ümumi halda alınacaq iri boynuzlu heyvanımız lap sonuncu gün kəsiləcəkdir. Yəni yer var, buyurun əlaqə saxlayın. Bu imkanı yaratmışıq, ay atan rəhmət. Bu imkanı yaratmışıq ki, deməli, hamı, hər kəs rahat şəkildə qurbana da pay olsun, qurbanda kəsdirə bilsin. Və bir elanı sizlərin nəzərinizə çatdırım. Əziz dostlar, Güllü anamızın 5 litr, 6 litr gözəl öz əlləri ilə hazırladığı super bəhməzi var. Həqiqətən Anadolu'ya da superin superidir. Ehtiyacı var, pula ehtiyacı var, satır. 6 litrdir. Kimə ehtiyacdırsa,
pulun göndərin. İstəsəniz indi götürərsiniz, istəsəniz məsələn saxlayarsınız və yaxud Rusiyadan havasa gələndə. Yəni narahat olmayın. Bunlarla qalan. Etibarlı əllərdədir. İnanın Allaha ki, yəni bəhməz də bəhməz. Bax gördüyünüz tut ağacından çırpılma tut ağacından hazırlanmış möhtəşəm bəhməzdir. Buyurun, kimə ehtiyacsa litri 20 manat əziz dostlar. Litri 20 manatdır. Yəni qanunu qaraciyarın dərmanıdır. Gördün qaraciyarından olsun Allaha çiçək kimi, gül kimi öz elə bil. Belə bal süzülür. Baldır, bəli, həqiqətən bizə də pay verib. Bizə də verib də əziz dostlar. Yəni biz bunu yalandan tərifləmirik. Bal da bal. Kimə ehtiyacsa elə indi bizlə əlaqə saxlayın, saxlayaq. Fərqi yoxdur. Leninqradda olursunuz lap yaxşı. Azərbaycana gələndə bilin ki 6 litr Güllanada bəhməz var. Qaldıqsa tayda dadlanır. Allah onu qalsın. Xarab olan şey deyil. Oldu. Hə, yaxşı yadıma saldın Güllana. Qəşəng. Super. Əziz dostlar, super. Əla. Bazarda nə işin var? Sən bazara gedən vaxtın deyil Güllana. Qəşəng əziz dostlar. Bax belə. Qariyadı kişi gəlsin. Bismillahla başlayırıq. Duamızı təbii ki qurban bu günlərim İsmail qurbanıdır. Bugünkü qurbanlar dua ilə, yəni hər zaman dua edirik. Bismillahla kəsirik. Yəni qurbanın duası oxunacaq, ümumi halda oxunacaq. Yəni axund gəlib inşallah səhər-səhər axund gəlib ümumi dua oxuyacaq. Yəni bu gün kəsilən heyvanlar üçün. Duz yaladırlar təbii ki hamısı bunun bütün qaydalar hər biri riayət olunmaqla inşallah.